yavaş yavaş görüm. Gel. Gel görüm. Hə. Ağrı olur gəzəndə. Ağrı var. Hə. Gel yavaş yavaş. Gel yavaş yavaş. Hə. Gel burada otur. Hə, oturanda da çətinlik çəkirsən, eləmi? Bəli. Oturanda da çətinlik çəkirsən. Yavaş yavaş otur. Bədənimin harası hər yeri ağrıyır. Əsas doktor. Çiyinlərin ən çox ağrıyır. Bir də ki, qalxanda elə bilirəm ki, qışlarımın sümükləri dağılacaq. Dağılacaq. Dizlərin də ağrıyır. Dizlərim də ağrıyır. Bütün sümüyüm, qıçımın bütün sümükləri ağrıyır. Bütün sümüklər ağrıyır. Qolunu aç belə mənim kimi aç. Aç, 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 aç. Biraz da. Belə aça bilmirsən, hə? Biraz da aç, biraz da aç, biraz da aç. Yox, doktor, gedmir. Belə aça bilmirsən belə. Aa, yox, doktor, yox. gedmir. İndi qaldır görüm. Qalxmır, hə? Qalxmır, yox. Qalxmır, aha, qalxmır. Qalxmır, hə. İndi burada da ağrı var. Yox, orada. Əsas bu Əsas çiyinlərdədir. çiyinlərim Bir də var. dizlərindir də. Bir də ki, Hə. əllərim. İndi sən mənim əlimi sıx görüm, sıxa bilirsənmi? Sıx. Sıxa bilmirsən, gördün? Heç sıxa bilmirsən, hə, sıxa bilmirsən. Səhərlər vəbşi yuxudan duranda necə olur? Doktor, cəhənnəmdə olur. Cəhənnəm olur səhər yuxudan duranda. Neçə ayda beləsən? 7 ayda. 7 ayda beləsən. İndi bu 7 ayda müalicə olundum. Nə qədər xeyri oldu? Olmadı Heç yox. xeyir görmədim, doktor. Heç xeyir Heç xeyir görmədim. görməmişəm. Harda müalicə olunmusan? Lənkəranda götürmüşəm müalicə, Cəlilabadda götürmüşəm, sonra da Bakıda. Sonra da Bakıda götürmüsən. İndi Bakıda neçə vaxtda müalicə götürürsən? Bakıda 2-ci aydı müalicə. 2-ci ayda müalicə götürürsən. Hə, aydın, aydın. Diaqnoz qoyublar, deyiblər nədir? Qoymayıblar. Diaqnoz 7 qoymayıblar. ayda müalicə olunduram, mənə diaqnoz qoyan həkim yoxdur. Orada analizlərini ver görək. Hə, bax, xəstəyə bu qədər analizlər olunub, rentgen olunub, hər şey olunub bu 7 ayda, amma hələlik konkret diaqnozu yoxdur. Diaqnozu yoxdur, amma burada qanun ümumi müayinəsinə baxanda görünür ki, xəstəlik başlananda eritrositlərin çökmə sürəti 109 olub. İndi biraz azalıb, 66-ya düşüb, biraz azalıb, amma Fisoravno hələlik yenə də böyük səviyyədə qalır. Özümü darıxdırma, diaqnoz qoyaq, müalicə eləyək. Söz verirəm bir həftəyə 1,70-80%, bir həftəyə 1,70-80% düzələcəksən. Özümü darıxdırma, yaxşı? Heç özünü darıxdırma.